Salam uşaqlar, hər vaxtınız xeyir. 34-cü sualda verilib ki, düzbucaqlı üçbucağın katetləri 15 və 8 vahid uzunluqda olarsa, düzbucaq təpəsindən çəkilmiş median uzunluğunu tapın. Bu bizim düzbucaqlı üçbucağımız. Və burada nə deyir? Katetlər deyir 15 və 8-dir. Bura olsun 8, bura olsun 15. Ən birinci bu, hipotenuzu tapaq. Hipotenuzun kvadratı nəyə bərabər olmalıdır? Katetlərin kvadrat cəminə. Buradan x kvadrat bərabər olacaq 225, üzərinə gəlinsin 64. Buradan x kvadrat alıram ki, eləyir 289. Buradan da x nəyə bərabər olacaq? 17-yə. 17-nin kvadratı 289 edir. Deməli, aldığımız bu hipotenuz 17-dir. Və ən sonda nə deyir? Düzbucaq təpəsindən çəkilmiş median uzunluğu. Bu bizim düzbucağımız. Buradan çəkilmiş median soruşur. Burada median. Və öyrənmişik ki, median nəyə bərabərdir? Həmin bu hipotenuzun yarısına. Alıram ki, n bərabər olacaq 8,5. Yəni D variantı.